Salam, hər vaxtınız xeyirli olsun. Səfiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə çox asan və çox da ləzzətli, fərqli bir şirniyyat reseptini bölüşmək istəyirəm. Əgər maraqlıdırsa, keçək hazırlamağa. Ancaq öncə mən sizə paxlavamızın çölünün necə xırçıltılı və isti-isti əlimi yandırsa belə içəri hissəsində bölüb sizə göstərmək istəyirəm. Yəni həqiqətən çox asan və çox da ləzzətli paxlava dadında bir şirniyyat alınır. Əgər kiməsə içərisində balqabaq olduğunu deməsəniz, çətin ki, kimsə bunun balqabaqlı bir şirniyyat olduğunu təxmin edə bilər. İndi isə keçək hazırlamağa. Bunun üçün balqabaqların qabıqlarını yaxşı təmizlədikdən sonra qabığı təmizləyərkən biraz daha dərin kəsək ki, sərt olan hissəsi, yəni götürülmüş olsun, sərt hissəsi, yəni yaşıl hissəsi üzərində qalmasın. Və balqabağın bu cür yumşaq hissəsini də tamamilə təmizləyirik. Yəni ancaq bərk və sərt olan hissəsindən istifadə edirik. Gördüyünüz kimi mən çox yaxşı şəkildə təmizləməyə çalışıram ki, yəni qəti surətdə o yumşaq hissələri qalmasın. Və təmizlədikdən sonra keçək rəndədən keçirtməyə. Deməli, rəndənin iri gözündən keçirdirik. Yəni çox xırdalayıb püre halına gətirməyək və şirniyyatın içərisində də çox gözəl şəkildə bişir. Qabımıza əlavə edirəm və üzərinə azacıq, yəni bir çimdik qədər duz və şəkərli vanilin əlavə edirəm və əgər sevirsinizsə mütləq darçın da əlavə etməyinizi tövsiyə edirəm. Yəni darçın bu şirniyyata xüsusi olaraq dad qatır. Və bunları yaxşı qarışdırırıq. İndi isə keçək içliyimiz üçün qoz hazırlamağa. Qeyd edim ki, mən 700 qram təmizlənmiş balqabaqdan istifadə etmişəm və bu miqdar üçün 120 qram qozu göstərdiyim qaydada, yəni bıçaqla xırdalayıram. Əgər kimsə blenderda xırdalamaq istəyərsə, mütləq bu cür iri formada, yəni çox əzib xırdalamayın ki, şirniyyatın içərisində dişə gələcək şəkildə olsun. Və öncədən əritdiyim 100 ml 100 qram kərə yağını qaba əlavə edirəm və yağı əridərkən mütləq üzərindəki ağ köpüyü yığırıq ki, şirniyyatımız qızararkən qaralma, yanma olmasın. Və üzərinə 100 ml də duru yağ əlavə edib bir kənara qoyuram. Şirniyyatımızı bişirmək üçün bu cür hazır lavaşlardan istifadə edirik. Lavaşlarımızı göstərdiyim qaydada yaxşıca iç hissəsini yağlayıram. Xəmirin iç hissəsini bu cür yaxşı hər tərəfini yağladıqdan sonra içərisinə içlik, deməli mən hər birinə bir xörək qaşığı balqabaq, əgər balqabaq sulu olarsa qaşıqdan götürərkən bir balaca sıxıb daha sonra əlavə edin və içərisinə öz zövqünüzə uyğun qoz və şəkər tozu əlavə edirsiniz. Mən şəkər tozunu biraz az əlavə etmişəm, yəni balqabaq şirin olduğuna görə. Siz öz zövqünüzə görə dadına baxırsınız və şəkər tozunu bir desert qaşığına qədər, yəni miqdarını qaldıra bilərsiniz. Və mən bu qayda ilə hamısını hazırlayıram. İçlik bir daha qeyd edirəm. Öz zövqünüzə görə gözəl xanımlar dəyişə bilər. Məsələn, içərisinə keşmiş əlavə edə bilərsiniz. Bir portağalın qabığını, yəni rəndənin xırda gözündən keçirdib əlavə edə bilərsiniz. Yəni adətən xanımlar suallarda yazırlar. Ona görə mən sizə əvvəldən məlumat verirəm. Yəni içlik öz zövqünüzə görə sərbəstdir. İstədiyiniz içliklə hazırlaya bilərsiniz. Və mən bu qaydada xəmirlərin hamısını hazırlayıram və bişirəcəyim soba listini öncədən İçərisinə sobanı öncədən yandırmışam. Soba listini isə yaxşıca içəri hissəsini göstərdiyim qaydada yağ ilə bol olacaq şəkildə yağlayıram. Qeyd edim ki, məndə soba listinin ölçüsü, yəni dip hissəsi 25 cm, ancaq kənar hissə, yuxarı hissə, yəni 28 cm-dir. Yəni bu qabın içərisinə mənə bir bağlama hazır xəmir, yəni 20 ədəd xəmirdən istifadə etmişəm. Yəni siz də artıq hazırlayacağınız qaba görə neçə xəmir ala biləcəksiniz, onu əvvəldən nəzərinizdə tutun. Və xəmirlərin hamısını qalan yağımızla yaxşıca yağlayıram. Yəni həm kənar hissələrinə, yəni aralarına, üzərinə, yəni hər bir tərəfini yaxşıca yağladıqdan sonra öncədən isidilmiş sobada 200 dərəcədə
bir üzü qızarana qədər yaxşıca qızardıram. Gördüyünüz kimi artıq bir üzü qızarıb və ikinci üzünə çevirərək mən təkrar sobaya göndərirəm. Digər üzü də qızardıqdan sonra artıq şirniyyatımız hazırdır. Arzu edənlər buna paxlava üçün hazırlanan şərbətlə, yəni yumşaq sevənlər o şəkildə də hazırlaya bilərlər. Ancaq mən üzərinə bu cür bal gəzdirərək hazırladım. Yəni hər tərəfinə yaxşıca bal sürtmüşəm. Yəni həqiqətən çox ləzzətli şirniyyat alınır. Hər birinizə ən azından bir dəfə hazırlayıb dadına baxmağı tövsiyə edirəm. Məndən bu qədər. Siz isə əgər videomu bəyəndinizsə, bəyən düyməsinə basmağı, şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Bu sizin üçün asan, mənim üçünsə çox dəyərlidir. Dəstək olan hər kəsə öncədən təşəkkür edirəm. Mən servis edərkən hər payın üzərinə bu cür öz zövqünüzə uyğun tahin əlavə etdim. Küncü təzməsi, ancaq siz öz zövqünüzə görə istər bişmiş süd, istər qoz ovuntusu, istər qaymaq, yəni öz zövqünüzə görə istədiyiniz formada nuş edə bilərsiniz. Allah hər birinizə sağlam can və evinizə bol ruzi bəxş etsin. İstədiyiniz təamları hazırlayıb ailə üzvlərinizlə nuş edəsiniz. Məndən isə bu qədər. Sağ olun, Allaha əmanət olun. Gələn videolarımda görüşənədək.